Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videoda mən universitetlərin əhəmiyyətli olub-olmaması barəsində danışacağam. Ümumiyyətlə siz təhsil almalısınızmı? Universitetə getməlisinizmi? Ali təhsil almağına dəyərmi 2025-ci ildə və hətta bundan sonra? Bütün bu suallara cavab tapmağa çalışacağam. Ona görə də yaxın oturun. Ələxüsus abituriyentlər üçün çox önəmli bir video ola bilər. Ümumiyyətlə də abituriyent olmasa da gənclər üçün çox önəmli bir video ola bilər. Və yaxın oturun, bir kağız qələm götürün və oturun yazın. Bütün bu dediklərimi yazın və müəyyən qeydlər aparmağa çalışın. Çox vacib məsələlərdən danışacağam. Ümumiyyətlə 2025-ci ildə diplom sizə lazımdırmı? Ali təhsil lazımdırmı sizə? Bəzi məsələlərdə hə, bəzi məsələlərdə də yox. Çünki bu mənim fikrimcə birmənalı bir məsələ deyil. Heç bir zaman deyə bilməzsən ki, hə mütləq şəkildə gedib təhsil almalısan ki, filan işlə məşğul olasan. Xeyr. Öz payıma deyirəm. Məsələn, mən hal-hazırda Data Steward adlanan bir vəzifədə işləyirəm. Başqa sözlə bu vəzifənin mahiyyəti nədən ibarətdir? Bildiyin IT-şnik fason bir vəzifədir. Amma nisbətən də belə deyək də, nisbətən biraz humanitar sahələrdən də təsirlənən bir sahədir bir növ. Mən yəni ki, bir 10% humanitar sahənin elementləri var, 90% də sırf bu IT, texniki sahənin elementləri var. Amma məsələnin gülməli tərəfi ondan ibarətdir ki, mən heç bir zaman IT, kompüter elmləri falan, informasiya texnologiyaları, nə bilim, kiber təhlükəsizlik falan mən oxumamışam belə şeyləri. Mən oxumuşam hüquq, həm Azərbaycanda Dövlət İdarəçilik Akademiyasında, həm də Estoniyada Tartu Universitetində. Hər ikisində mən hüquq təhsili almışam. Amma hüquqşünas kimi praktiki olaraq heç vaxt işləməmişəm. Nəyə görə? Çünki xaricə gələndən sonra, mən Estoniyaya gəlib oxuyandan sonra gördüm ki, mən eston dilini bilmirəmsə, hüquqşünas kimi iş tapmağın şansım sıfırdan da aşağıdır, yəni sözün əsl mənasında deyirəm. Və ona görə də mən məcbur oldum, getdim yeni bilik və bacarıqlar öyrəndim ki, indiki işimi tapım. Elə ondan əvvəlki işimdə də sırf bu yeni bilik və bacarıqların öyrənilməsi mənə daha çox kömək oldu. Çirkli pulların yuyulması ilə mübarizə üzrə mütəxəssis vəzifəsi idi bankda və həmən bankda da həmən vəzifəni almaq üçün mənə diplomdan daha çox öyrəndiyim bilik və bacarıqlar mənə kömək elədi. Hansını ki, universitetdə mənə heç kəs öyrətməmişdi. Yəni universitetdə qəti şəkildə mən bunların heç birini öyrənməmişdim. Hamısını onlayn kurslar vasitəsilə öyrəndim. Ümumiyyətlə mən eşitdiyim qədərilə və bildiyim qədərilə universitetdə keçirilən ixtisasların bir çoxsunda və hətta mən deyərdim ki, hətta hamısında sizə sırf iş həyatında və yaxud da karyera həyatınızda, ola bilsin gələcəkdə biznes qurmaq istədiniz, biznes həyatınızda lazım olacaq bilik və bacarıqların böyük əksəriyyəti heç ümumiyyətlə öyrədilmir. Bunun da bir nömrəli səbəbi ondan ibarətdir ki, universitet sizi akademik sahə üçün hazırlayır. Başa düşdünüz? Akademik sahə üçün. Başqa sözlə universitetin əsas məqsədi sizdən bir müəllim yetişdirməkdir, sizdən mütəxəssis yetişdirmək deyil. Mən ona görə də universitetlərin o qədər də böyük fanatı deyiləm. Mən özüm şəxsən öz payıma deyim ki, həyatımın 6 ilini mənim fikrimcə bu universitetlərə sərf eləməyin bir balaca məni geri belə atıb desəm daha da faydalı olar mənim fikrimcə, yəni daha da yaxşı olar. Üstəlik, məsələn öz payıma deyim ki, mən heç bir zaman 16 yaşım olsaydı hüquq oxumazdım yenə də. Gedib daha yaxşı bir ixtisas oxuyardım. Elə bu məsələyə də gələndə onu deyim ki, əgər sizin seçdiyiniz ixtisas o qədər də iş bazarında tələbatlı bir ixtisas deyilsə, onun universitetini ümumiyyətlə oxumağa dəyməz. İndi hər ehtimala qarşı hansısa səbəbdən gedib yəni universitetə girmisinizsə, yəni ola bilsin yaxınlarınızın təzyiqindən, cəmiyyətin təzyiqindən, dost tanışınızın təzyiqindən və yaxud da nə bilim kimisə əsgərlikdən yayınmaq üçün deməyim, möhlət almaq üçün gedib təhsil alır. Belə olan hallarda, okey, lap gedib universitetə girmisinizsə də pis ixtisasla çalışın oradan müəyyən qədər çıxın. Nə mənada çıxın? Demirəm universitetdən atılın. Amma dərsdən kənar bilik və bacarıqlarınızı hansı ki iş bazarında olduqca sizdən tələb oluna biləcək iş bilik və bacarıqlardır. Gedin onları öyrənin. Məsələn, mən getdim, mən data analist olmaq istəyirdim. Ümumiyyətlə data sahəsində işləmək istəyirdim. Universitet mənə bu biliklərin heç birini öyrətmirdi, aydın məsələdir. Ona görə mən getdim onlayn kurslar vasitəsilə getdim SQL öyrəndim, getdim Excel öyrəndim, PowerPoint, Power BI, Tableau və ümumiyyətlə datanın idarə edilməsi kurslarına da üzv oldum və getdim orada öyrəndim o ki var bunları. İndi bu dəqiqədə maşallah yaxşı da işləyirəm, şükürlər olsun. Ümumiyyətlə, hətta mən sizə bir şey deyim ki, belə bir fərziyyədə dolaşır ki, gələcəkdə ümumiyyətlə universitetlər ləğv də oluna bilər və yaxud da yəni necə deyək, universitetləri tamamilə bu onlayn kurslar belə əvəz eləyə bilər. Ki indi bu dəqiqə bir çox hallarda o hansısa bir dərəcəni də belə deyim, magistr dərəcəsi olsun, bakalavr dərəcəsi olsun, onlayn şəkildə də almaq olur. Və belə olan halda da ona görə də mənim fikrimcə xüsusi olaraq gedib universitetdə oxumağın böyük bir mənası yoxdur.
İndi bir şeydə, bir haşiyəyə də çıxım. Mənim belə deməyim qəti şəkildə o anlama gəlmir ki, mən cəmaata deyirəm ki, gedib universitet oxumayın. Mənim demək istədiyim odur ki, universitet oxuyursunuzsa belə bir planınız olsun. Başa düşdünüz? Tamam, nə oxuyacaqsınız? Bu oxuyacağınız ixtisasın iş bazarında nə kimi tələbatı var, nə kimi tələbatlar var bu iş, yəni sahəyə iş bazarında. Plus gələcəkdə məsələn deyək işi qoyaq kənara, biznes sahəsi üçün, yəni biznes üçün, öz biznesinizi qurmaq üçün bu ixtisasda öyrənəcəyiniz şeylər sizə nə dərəcədə köməkli ola bilər? Bax bu məsələləri həqiqətən də əvvəlcədən müəyyənləşdirmək olduqca önəmlidir. Bu məsələləri müəyyənləşdirməsəz, durub gedib ondan sonra hansı universitetə müraciət etmək sizin üçün vaxt itkisidir. Ümumiyyətlə gələcəkdə də siz müəyyən qədər peşman da ola bilərsiniz bundan. Ələlxüsus da bu universitetə görə hələ bir pul belə ödəsəz, yəni o ümumiyyətlə mənim ağlıma gəlmir. Mən sadəcə bir dənə şükürlər edirəm ki, Azərbaycanda heç olmasa məsələn pulsuz oxumuşam. Estoniyada pulla oxusam belə, Azərbaycanda pulsuz oxuduğum, 4 il pulsuz oxuduğum mənə həqiqətən də bir balaca içimi sakitləşdirir. Çünki elə bir şeyə görə pul verməyinə qəti şəkildə dəyməz. Və ümumiyyətlə bu sahələr məsələsinə də, bu ixtisaslar məsələsinə də gələndə, düzdür. Bir şeyi də boynumuza almalıyıq ki, işlərin bir çoxusu hələ də sizdən bilik və bacarıqlardan ziyadə həmçinin dərəcə də istəyir. Yəni başqa sözlə sizdən diplom istəyir. Belə olan halda da təbii ki, məcbur çünki oldum dəyirmançı çağır gəlsin dən Koroğlu prinsipinə əsaslanaraq gedib məcburi şəkildə təhsil almalı olacaqsınız, diplom almalı olacaqsınız. Amma bir şey də deyim ki, artıq məsələn mən özüm də hal-hazırda işlərə müraciət eləyirəm. Yeni bir iş tapıb yeni bir ölkəyə köçmək istəyirəm və iş axtarışındayam hal-hazırda və mən tez-tez görürəm ki, bəzən belə bir işlər ortalığa çıxır ki, orada ümumiyyətlə sənin belə deyək də diplomunun heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə diplom tələbi yoxdur. Sadəcə olaraq deyirlər ki, hə, filan qədər təcrübən olsun filan sahədə, filan şeyləri bil, nə bilim Excel-i bil, Python-ı bil, JavaScript-i bil, nə bilim ziri bil, zibili bil. O belə tipli şeylər ancaq gəlir. Heç bir diplom falan da tələb olunmur. Və mənə maraqlıdır ki, mən 2021-də, 2020-də də Estoniyada yaşayanda onda tamamilə işsiz idim və iş axtarırdım. Həmin vaxtda da məsələn mən nadir hallarda görürdüm də ki, qəti şəkildə heç bir diplom tələb eləməyən bir iş olsun. Amma indi bu dəqiqə olan sayı daha da çoxalıb və mən şəxsən gələcəkdə belə proqnozlaşdırıram ki, belə tendensiyanın artması da gözlənilir. Yəni işlərin böyük əksəriyyəti artıq yavaş-yavaş başlayacaq heç ümumiyyətlə heç bir yəni diplom tələb eləməməyə, heç bir təhsil tələb eləməməyə. Çünki təhsilin hamısını sən onlayn ala bilirsən. Heç onlayn kurslara da getməyə ehtiyac yoxdur, girməyə ehtiyac yoxdur, o kursları almağa ehtiyac yoxdur. Çünki YouTube-da da bir də görsən, tamamilə pulsuz şəkildə orada informasiya hazır şəkildə qoyulub. Hər bir şey öyrənə bilərsən. Yəni bax belə tipli şeylər var. Bu şeyləri də nəzərə alacaqsınız və təbii ki, planınızı əvvəlcədən quracaqsınız. Əgər təbii ki, sizə gələcəkdə yaxşı şəkildə iş qurmaq üçün, məsələn də hüquqşünas olacaqsınızsa, hə, gedib hüquq oxumağına dəyər. Amma yəni ki, mənim kimi gedib xaricdə təhsil eşqinə, xaricdə yaşam eşqinə düşür və ondan sonra da hüquqşünaslıq oxuyacaqsınızsa ki, buna nail olasınız, bir balaca çətin ola bilər. Belə şeyləri əvvəlcədən nəzərə alın, ixtisas seçimində də biraz diqqətli olun. Tələbatda olan ixtisasları seçin. İş bazarını araşdırın. Nə tələb olunur sahə üzrədən, yəni nə tələb olunur uğurlu kandidatlardan, uğurlu namizədlərdən ki, bu işlərə qəbul olunsun. Bax, bütün bunları nəzərə alıb ondan sonra qərar verəcəksiniz ki, diplom almağına dəyər, universitetdə oxumağına dəyər, yoxsa dəyməz. Mənim fikrimcə, mən şəxsən 16 yaşımda olsaydım, mən universitet oxumağa o qədər də tələsməzdim. Oxusam belə gedib texniki ixtisaslar oxuyardım. Mühəndislik oxuyardım, na xudoy konec gedib nə bilim də maliyyə oxuyardım, IT oxuyardım. Belə tipli şeylər oxuyardım. Da gedib hüquq, bütün bu şeylər artıq mənim fikrimcə ölü ixtisaslardır. Hüquq çox da ölü deyil, ölkə daxilində ölü deyil. Bəli, ölkə daxilində hüquqşünas olub qəşəng özünüzə karyera qura bilərsiniz. Amma ölkə daxilində yaşamaq niyyətiniz yoxdursa, mənim kanalıma baxanların böyük əksəriyyəti xaricdə yaşam təhsillə maraqlıdır və belə olan halda durub hüquq tipli ixtisasın seçilməsi ən axırıncı edəcəyiniz bir şeydir. Çünki biraz çətinliyə düçar ola bilərsiniz, təəssüflər olsun ki. Əvvəlcədən xahiş edirəm qəşəng bir like qoyun bu videoya, altdan şərhlərinizi yazın. Dostanışla paylaşın kim ki, xaricdə təhsil, ümumiyyətlə təhsil, yaşam məsələlərinə əlaqədar, nə bilim karyera seçimi olsun, iş tapmaq olsun falan. Ümumiyyətlə belə tipli məsələlərlə əlaqədar maraqlanan adamlar varsa, bizim kanalda həqiqətən də çox sayda videolar var belə mövzularda və bundan sonra da daha çoxu da olacaq inşallah. Və ona görə məsləhət görərdim ki, belə adamları tanıyırsınızsa, onlarla da paylaşın bu videonu. Qoyun onlar da bizi görsünlər, tanısınlar və onlar da faydalansınlar bizim videolardan ən əsas, onların özü üçün deyirəm.
Və ən əsası da təbii ki, kanala abunə olub zınqrov düyməsini basmaq da yaddan çıxmasın. Qoyun sayımız artsın, kanal böyüsün və mən də daha çox motivasiyalı olum ki, belə videolar sizin üçün çəkim. Belə, ümid edirəm bu video sizin üçün faydalı oldu. Altdan müəyyən bir suallarınız varsa şərhlər də verə bilərsiniz. Mənlə fərdi əlaqəyə keçmək istəyirsinizsə, suallarınız varsa, məsləhət almaq istəyirsinizsə konkret məsələlərlə əlaqədar ya bu e-mail ünvanına yazın, ya da bu Instagram hesabına yazın. Mənlə fərdi əlaqəyə keçin. Mən sizə seanslar təklif eləyə bilərəm. Yarım saatlıq, 1 saatlıq, 2 saatlıq müddətlərdə seanslar təklif eləyə bilərəm ki, hansının ki ərzində mənə istədiyiniz sualları verə bilərsiniz. Mən də bir-bir olan hamısına cavab verib sizə bir növ coaching eləyib yol göstərməyə çalışacağam. Bax belə. Üstəlik də motivasiya məktublarınızın da yazılmasında da köməklik eləyə bilərəm. İstəyir təhsillə əlaqədar, istəyir işlə əlaqədar. Belə, ümid edirəm ki, video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah amanında.